Salam dəyərli FES Akademiya izləyiciləri, hər birinizi xoş gördük. Mən Mürsalova Gülnarə, FES Akademinin kurikulum müəllimi. Dəyərli müəllimlər, bu gün sizinlə artıq ikinci ödənişsiz dərsimi paylaşıram. Təhsil verənlərin etik davranış qaydaları. Elə bir mövzudur ki, həm imtahan mərhələsində, həm müsahibə mərhələsində bizə vacib, lazım olacaq və hər bir müəllimin bilməli olduğu qaydaları bu gün siz mənimlə birlikdə öyrənəcəksiniz. Təhsil verənlərin etik davranış qaydaları. Ümumiyyətlə, bu nəyə aiddir, nəyi tənzimləyir bu sənəd və burada məqsəd nədən ibarətdir? Gəlin birinci onunla tanış olaq, dəyərli müəllimlər. Təhsil verənlərin etik davranış qaydaları təhsil prosesinin iştirakçıları ilə təhsil verən arasında münasibəti tənzimləyir. Yəni, bu nə deməkdir? Təhsil verən müəllimdir. Təhsil prosesinin iştirakçıları kimlərdir? Şagirdlər, valideynlər, məktəb rəhbərliyi, məktəbdə çalışan hər bir həmkarın fərqi yoxdur. Bunlar təhsil prosesinin iştirakçılarıdır və müəllimin onlarla münasibətini tənzimləyən sənəd etik davranış qaydaları adlanır. Əziz müəllimlər, bu qaydalar bütün növ təhsil müəssisələrinə aiddir. Yəni, məktəbə, universitet, texnikum, kollec fərqi yoxdur. Bütün növ müəssisələrdə çalışan təhsil verənlər üçün tərtib olunub. Daha sonra qaydalarda əsas məqsəd nədir? Yəni, etik davranış qaydalarını müəyyən etməkdə əsas məqsəd korrupsiyanın qarşısını almaq, təhsilə münasibətin artırılması, təhsildə şəffaflığın artırılması, maraqların toqquşmaması, təhsil verənlə təhsil prosesinin iştirakçıları arasında münasibətlərin düzgün şəkildə idarə olunması sənəddə öz əksini tapıb və hər bir müəllim bu qaydaları əməl etməyə borcludur. Yadda saxlayın. Deməli, indi biz keçirik əsas məsələyə, təhsil verənlərin etik davranış prinsiplərinə. Görək bunlarda mahiyyət nədir və testdə hansı suallar düşə bilər. İzahdan sonra maraqlı bir sınağımız da olacaq. Həmin sınavdan sonra mövzu sizdə daha yaxşı şəkildə formalaşacaq. Gəlin davam edək. Birinci bizim etik davranış qaydamız qanunçuluqdur. Yadda saxlayın, bu nə deməkdir? Əgər müəllim öz təlim fəaliyyəti dövründə Azərbaycan Respublikasının qanunlarına əməl edirsə və edirsə, habelə Azərbaycan Respublikasının tərəfdaş olduğu bəzi beynəlxalq təşkilatlar var. Həmin təşkilatlarla birgə qəbul etdiyimiz sənədlər var. Normativ, hüquqi və normativ xarakterli aktlar var. Biz buna əməl ediriksə, bu qanunçuluq tələbinin reallaşdırılmasıdır. Etik davranış prinsipinin reallaşdırılmasıdır. Qanunçuluq o deməkdir ki, müəllim qanunlara əməl etməlidir. Hansı qanunlara? Konstitusiyamızda göstərilən bütün qanunlar müəllim üçün keçərli olmalıdır və bu qanunları müəllim bilərək bunu həyata keçirtməlidir. Adətən qanunçuluqdan situasiya düşmür. Qanunçuluq, vicdanlı davranış o qədər də situasiya düşmür. Qanunçuluqdan ümumiyyətlə çox nadir hallarda suallar sizin qarşınıza çıxa bilər. Və çıxsa belə, yadda saxlayın, əgər orada hər hansı bir konstitusiyadakı maddənin pozulmasını və yaxud da hər hansı bir normativ xarakterli bir sənədə müəllimin əməl etməməsi kimi situasiya veriləcəksə sizə, o zaman qanunçuluq götürəcəksiniz cavabı. Davam edirəm. Vicdanlı davranış. Vicdanlı davranış nədir? Əziz müəllimlər, hər bir müəllim işini keyfiyyətli, səmərəli, vicdanlı şəkildə yerinə yetirməyə borcludur. Bu gün bir müəllim kimi mən təkcə şagirdim üçün bilik və bacarıq simvolu olmamalıyam, rol model olmamalıyam. Mən həmçinin keyfiyyətli və səmərəli dərs keçməyə borcluyam şagirdə və işimi ola bilər ki, məsələn, bugün mənim müəyyən sahədə bilik və bacarığım var. Onun hər birini şagirdə ötürmürəm ki, şagird hazırlığa da gəlmiş olsun. Nəyi pozdum burada? Vicdanlı davranışı. Və yaxud da şagirdə daha gözəl formada dərs keçə bilərəm. Amma özümə əziyyət vermirəm və o dərsi çox da səviyyəli şəkildə tədris etmirəm. Bu da vicdanlı davranışa örnək ola bilər. Yəni, hər bir müəllim işini vicdanlı, keyfiyyətli, səmərəli şəkildə yerinə yetirməlidir. Deməli, davam edirəm loyallıqla. Bunu belə edək.
Loyallıq nədir? Ən çox düşən situasiya sualları loyallıqdan ola bilər. Loyallıq odur ki, müəllim öz iş fəaliyyətini yerinə yetirən zaman ona aid olmayan, bax ona aid olmayan işlərə qarışmamalıdır. Məsələn, mənim vəzifəmə aid deyil, mən hər hansı bir dövlət orqanı haqqında çıxış edim və yaxud da məktəb rəhbərliyi haqqında çıxış edim və yaxud da lazım olmayan ictimai mülahizələr, onların fəaliyyətinə qiymət verim, ictimai qiymət verim. Əgər mən bunu edirəmsə, loyallığı pozmuş oluram. Yəni, biz buna loru dildə belə deyirik ki, müəllim qeybətdən qaçmalıdır. Amma bu qeybət iki halda ola bilər. Ola bilər mən bunu sosial şəbəkədə edim. Ola bilər mən bunu adi, əyani şəkildə edim. Əyani şəkildə edirəmsə loyallıqdır. Sosial şəbəkədə edəcəmsə ictimai etimaddır. Yadda saxlayın müəllimlər. Və burada bu maddə bəzən müəllimlərə qarışıq gəlir ki, bu axı ictimai etimadda da var, media, sosial şəbəkə. Yadda saxlayın. Mən özüm haqqında sosial şəbəkədə nəsə paylaşıramsa, bu loyallığın pozulmasıdır. Amma mən rəhbərim, dövlət orqanları haqqında nəsə paylaşıramsa, bu ictimai etimada aid olacaq. Bir daha vurğulayıram. Təhsil verən öz fəaliyyəti ilə bağlı, baxın öz fəaliyyəti deyir. Mediada, sosial şəbəkədə çalışdığı müəssisə tərəfindən müəyyən olunmuş qaydalara əməl etməlidir. Məsələn, bu gün müəllimlər lazımsız videolar çəkib paylaşırlar. Lazımlı videolarla işimiz yoxdur. Amma dərs vaxtı dərs keçmək əvəzinə lazımsız videolar çəkib paylaşırlar. Bu da məktəb rəhbərliyi tərəfindən qəbul olunmur. Bax, əgər müəllim bunu edirsə, loyallığı pozmuş olur. Amma bir də var ki, müəllimlər, mən sosial şəbəkədə rəhbərliyim haqqında danışım, valideynim haqqında danışım, şagirdim haqqında danışım, həmkarlarım haqqında danışım, dövlət idarələrində çalışan şəxslər barədə fikirlər bildirim. Bu artıq ictimai etimada aid olacaq. Mənim öz haqqımda öz etdiyim hərəkət loyallığa aiddir. Davam edirəm. Mədəni davranış. Ən sevdiyim etik davranış qaydalarından biridir. Mədəni davranış bizdən nəyi tələb edir? Bir müəllim kimi, baxın, bunları mütləq şəkildə qeyd edin. Müəllim nəzakətli olmalıdır, müəllim təmkinli olmalıdır, səbirli olmalıdır, danışıq üslubuna fikir verməlidir, humanist olmalıdır, xeyirxah olmalıdır, məsuliyyətli olmalıdır. Bunlar mədəni davranışa aiddir. Əlavə olaraq, müəllim iradlara açıq olmalıdır. İradlar bizim inkişafımız üçün önəmlidir. Biz təhqirə yox, amma iradlara mütləq şəkildə açıq olmalıyıq. Bizə edilən tənqidi fikirlərə hörmətlə yanaşmalıyıq. Lazımdırsa onları dəyərləndirməliyik və bu bizim inkişafımız üçün ən gözəl xüsusiyyətlərdən, ən gözəl yollardan biridir. Daha sonra təhsil verən öz geyiminə, keçiminə fikir verməlidir. Əgər bir müəllim bugün səliqəsiz formada dərsə gəlirsə və yaxud da müəllim dərsə gəlir, amma onun geyimi məktəbə uyğun deyil. Burada sizə sual verəcək. Müəllim nəyi pozur? Mədəni davranışı. Və yaxud da müəllim kobud sözlər danışır, uşaqlara təhqir edici vulqar sözlər deyir. Müəllim nəyi pozur? Mədəni davranışı. Davam edirəm. Əziz müəllimlər, mənə rəylərdə sual verirsiniz ki, hansı kitaba aiddir bu? Bu bizim öz hazırladığımız PDF-lərdir. Daha sadə dildə, daha belə deyək də, loru dildə hazırlanmış PDF-lərdir ki, tələbələri belə hazırlaşdırırıq və daha rahat gəlsin deyə, vaxt az getsin deyə əsas məlumatları qeyd edirik. Əsasən testlərin üzərində işləyib nəyisə izah etməyə çalışırıq. Qərəzsizliyə baxaq. Görək qərəzsizlik nəyə deyilir? Əziz müəllimlər, bir müəllim öz vəzifəsini yerinə yetirən zaman bacarmalıdır və çalışmalıdır. Şagirdlərin irqinə görə, etnik mənsubiyyətinə görə, dilinə və dininə görə, cinsinə, sosial mənşəyinə, əqidəsinə, siyasi və ictimai mənsubiyyətinə görə uşaqlar arasında, şagirdlər arasında fərq qoymamalıdır. Ayrı-seçkilik etməməlidir müəllim, yadda saxlayın. Və əlavə olaraq yadda saxlayın ki, müəllim öz peşə vəzifəsini yerinə yetirən zaman bacarmalıdır ki, heç kəs ona təsir etməsin və yaxud da özü də öz fəaliyyətindən sui-istifadə etməsin, kiminsə də ona təsir göstərməsinə şərait yaratmasın. Bu nə deməkdir müəllimlər? Yadda saxlayın. Mən müəlliməm, gəlib həmkarımdan xahiş edirəm ki, mənim övladımın kesiqə qiymətini qaldırın.
Və bu artıq oldu mənim vəzifəmdən sui istifadə etməyim. Və yaxud da müəllim kimi əgər buna yol verirəmsə məndə, məsələn, həmkarım gəlib mənə deyir ki, olar mənim övladımın qiymətini qaldırasınız və mən onun övladının qiymətini artırıramsa, deməli mən də qərəzsizliyi pozdum. Nəyə görə? Çünki axı bir uşağın qiymətini artırdım, o biri uşaqlar qaldı, qərəzli yanaşdım da. Nəyəsə görə uşaqlar arasında ayrı seçkilik etdim. Bunu yadda saxlayın müəllimlər. Davam edirəm. İctimai etimad. İctimai etimaddan sual çox düşür. Dəyərli müəllimlər, situasiyaların içərisində bir müəllim öz adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Yadda saxlayın, müəllim üçün önəmli olan təkcə müəllim adı deyil, müəllim üçün önəmli olan bax o adı daşımaq, ona aid olan vəzifələri keyfiyyətli şəkildə həyata keçirtməkdir. Bu gün mən hər kəsin hörmətini qazanmışam, həm rəhbərliyin, həm şagirdlərimin, həm kollektivin. Deməli mən ictimai etimad, etik davranış prinsipinə əməl etmişəm. İctimai sözün mənası nədir? Hər kəs tərəfindən məktəbə olan hörməti sən dəyişirsən, necə dəyişirsən? Yaxşı mənada. Yəni biz hər hansı bir müəllimi görəndə fikirləşirik ki, o müəllim necədirsə, onun yəqin çalışdığı məktəb də elədir. Yəni müəllim elə bir davranış sərgiləməlidir ki, məktəbinə hörməti artırmalıdır. Müəllim adını, müəllim nüfuzunu, müəllim ləyaqətini pozacaq işlərə yol verməməlidir. Daim bu onun üçün önəmli olmalıdır. Müəllim əgər bir səhv edibsə tez bir zamanda bunu aradan qaldırmalıdır ki, yəni ictimai etimad bərpa olunsun. İnsanların etimadı, gəlin belə deyək, daha yaxşı yadımızda qalsın. İnsanların etimadını qazanmaq, rəhbərliyin etimadını qazanmaq bu etik davranış prinsipinə aiddir. Habelə sosial şəbəkələrdən daha çox sual düşür. Müəllimlər yadda saxlayın. Qələmimizi götürək. Kütləvi informasiya vasitələri, bax kütləvi informasiya vasitələri. Biz bunu belə yazaq, kütləvi informasiya vasitələri. Bax, bunda müəllim diqqətli olmalıdır. Müəllim mediada, istər bu Facebook, Instagram, TikTok fərqi yoxdur. Çalışdığı müəssisə, onun rəhbərliyi haqqında və yaxud da hər hansı bir dövlət orqanları haqqında çıxışlardan çəkinməlidir. Əgər belə bir hal varsa, məsələn, kimsə mənim məktəbim haqqında sosial şəbəkədə doğru olmayan bir məlumat paylaşıb, o zaman da mən tez bunun aradan qaldırılması üçün kömək etməliyəm. Yəni, məktəbin nüfuzunun geri qayıtması üçün bir tədbir görməliyəm. Yadda saxlayın. Və sonuncu, insanların hüquq, azadlıq, qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət etmək. Nə deməkdir? Əziz müəllimlər, yadda saxlayın. Əgər bir müəllim dərs zamanı, öz fəaliyyəti zamanı, belə deyək, daha dəqiq olsun, həm həmkarının, həm valideynin, həm məktəb rəhbərliyinin, həm təhsil alan haqqında məlumatın gizliliyini təmin etməlidir, qorumalıdır. Müəllim işgüzar nüfuzuna ləkə gətirəcək, xələl gətirəcək hərəkətlərə yol verməməlidir və hər hansı bir məxfilik varsa, istər bu, yenə də deyirəm, məktəb haqqında da ola bilər, mənim şagirdim də mənə yaxınlaşıb nəsə deyə bilər, hansı ki, mən onu gizli saxlamalıyam, valideyn də mənə gəlib nəsə deyə bilər. Yəni, bu gizlilik, informasiyanın məxfiliyi mütləq şəkildə təmin olunmalıdır. Onu ictimailəşdirmək və yaxud da həmin məlumatdan özüm üçün sui istifadə etmək olmaz. Məsələn, hər hansı bir həmkarımın səhvi var və mən onu bilirəm, mən ona istifadə edirəm ki, bax, mən sənin bu səhvini mediada yaya bilərəm. Yəni, bu da insanların hüquq, azadlıq, qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət, etik davranış prinsipinin pozulmasıdır. Deməli, biz 7 etik davranış prinsipi ilə tanış olduq. Ən çox sual düşür, baxın, insanın hüquq, azadlıq, işgüzar nüfuzuna hörmət, etik davranış qaydası, sonra ictimai etimaddan daha çox sual düşür, qərəzsizlik, mədəni davranış və loyallıqdan suallar tez-tez sizin qarşınıza çıxacaq. Əziz müəllimlər,
PDF-dəki qeydləri mütləq şəkildə götürün və dərsə dəfələrlə qulaq asın. Bəzən müəllimlər hansısa etik davranış qaydalarını qarışdıra bilərlər. Amma zamanla test işlədikcə təbii ki, bu problem aradan qalxacaq. Gəlin keçək testimizə, görək dərsi nə dərəcədə mənimsədik. Aha, deməli birinci sualımızla başlayaq müəllimlər və hətta videonu dayandırıb özünüz də cavab verə bilərsiniz. Müəllim tədris prosesində dərsi izah etdiyi zaman şagirdlərin bir neçəsi gülür. Şagirdlərin bu hərəkəti müəllimin xoşuna gəlmir və onları kobud şəkildə təhqir edərək irad bildirir. Situasiyaya görə doğru olmayan fikir hansıdır? Gəlin oxuyaq və başa düşək. Tədris prosesində müəllim dərsi izah edir, şagirdlərdən bir neçəsi gülür və şagirdlərin bu hərəkəti müəllimin xoşuna gəlmədiyinə görə onları kobud şəkildə təhqir edir və iradını bildirir. Müəllim şagirdlərlə ünsiyyətdə nəzakəti qoruyub saxlamağı bacarmalıdır və emosiyalarını idarə etməyi bacarmalıdır. Bu doğru fikirdir müəllimlər. Situasiyaya əsasən şagirdlərin şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək hüququnun pozulduğunu deyə bilərik. Bəli, burada şagird təhqir olunub, onun hüququ pozulub. Müəllim pedaqoji etikaya əməl etməli, şagirdlər üçün sağlam təlim mühiti yaratmalıdır. Bəli, təbii ki, müəllimin şagirdi təhqir etməsi onda psixoloji bir travmada yarada bilər. Kobud ifadələr işlətməsi təhsil verənin peşə borcuna ziddir və loyallıq etik davranış qaydasını pozub. Biz bayaqları nə dedik? Dedik ki, əgər müəllim vulqar sözlərdən istifadə edirsə, nəzakətli deyilsə, mehriban deyilsə, humanist deyilsə, xeyirxah deyilsə, bu mədəni davranışın pozulması deməkdir. Loyallığın yox müəllimlər. Davam edirəm. Müəllim bir şagirdin hər gün dərsə gecikməsinin səbəbini öyrənmək üçün valideyn ilə əlaqə saxlayır. Valideyn müəllimlə şəxsi və ailə daxili problemlərlə bağlı çətinliklərini bölüşür və müəllimdən xahiş edir ki, anlayışlı olsun. Növbəti gün yenə də şagird dərsə gecikir və müəllim şagirdə deyir: "Sənin ailə vəziyyətini bilirəm, amma dərsə münasibət bu cür olmamalıdır. Başqalarının da problemi var, amma dərsə vaxtında gəlirlər. Situasiya ilə bağlı hansı fikir doğru deyil?" Təhsil verən şagirdin şəxsi vəziyyətinə dair həssas məlumatı sinifin qarşısında dilə gətirməklə insanların hüquq, azadlıq, qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət, etik davranış prinsipini pozur. Bu doğrudur. Bayaqlarda dedik, valideyn ona məxfi bir şey demişdi, amma müəllim bunu hər kəsin içində dedi ki, sənin ailə vəziyyətində problem var, mən bunu bilirəm. Təhsil verən məktəb valideyn əlaqələrinin tənzimlənməsi pedaqoji tələbinə əməl etmir. Bəli, bu hal artıq valideynin də müəllimlə münasibətini pisləşməsinə gətirib çıxaracaq. Valideynə övladı ilə bağlı informasiya vermək vəzifəsini yerinə yetirsə də, etik davranış qaydalarından vicdanlılıq etik davranış qaydasını pozur. Biz nə dedik? A variantında müəllim insanların hüquq, azadlıq, qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət, etik davranış prinsipini pozmuş olur. Digər variantlara da baxaq. Şagirdin vəziyyəti ilə bağlı müəllimin bu cür yanaşması onda emosional travma yarada bilər. Doğrudur. Təhsil verəndə emosional intellektin, empati qurma bacarığının zəif olduğunu deyə bilərik. Çünki valideyn ondan anlayışlı olmasını istəmişdi, amma müəllim burada kobud hərəkət etdi. Yəni bunu nəzərə almadan valideynlə də, şagirdlə də münasibəti pozmuş olur. Davam edirəm. Keçək növbəti suala. Əziz müəllimlər, bu video sizə yararlıdırsa, mütləq şəkildə videonu bəyənib və paylaşmağı unutmayın. Şərhlər bölməsində gözəl rəylərinizi yazın ki, biz də daha çox həvəslənib ödənişsiz dərslərə sizə təqdim edək. Üçüncü sualımıza baxırıq. Fərid müəllim uzun illər ərzində məktəbdə məsuliyyətli şəkildə çalışır. O, həm şagirdlərə yüksək səviyyədə təhsil verir, həm də məktəbin ictimai işlərində fəal iştirak edir. Müəllimin peşəkarlığına və etik davranışlarına görə Fərid müəllimə məktəb rəhbərliyi tərəfindən ilin müəllimi mükafatı təqdim olunur.
Bu mükafat müəllimin həm öz işinə, həm də kollektivə olan hörmətinin göstəricisidir. Situasiyada müəllim hansı etik davranış prinsipinə əməl etdiyini görə bilərik. Baxın, burada nədən söhbət getdi? Müəllim nüfuzunun artırılması, müəllimin hörmət qazanması, həm şagirdləri tərəfindən, həm məktəb rəhbərliyi tərəfindən. Biz nə demişdik? Demişdik ki, müəllim adının yüksək tutulması, uca tutulması, şərəfli tutulması ictimai etimada aiddir. A variantı. Davam edirik. Turan müəllim 6-cı sinifdə informatika dərsi deyir, dərs keçdiyi sinifdə onun qardaşı oğlu da təhsil alır. Digər şagirdlər müəllimin ona daha çox üstünlük verəcəyindən narahat olurlar. Lakin Turan müəllim bütün şagirdlərə eyni münasibət göstərir, qiymətləndirməni obyektiv və şəffaf meyarlarla aparır və qohumu da daxil olmaqla heç bir şagirdə güzəşt etmir. Mövzunun mənimsədilməsində şagirdlərə yaxından köməklik göstərir. Şagirdlər və valideynlər onun obyektivliyini yüksək qiymətləndirirlər. Bu situasiyada daha çox hansı etik davranış prinsipinə əməl olunur və hansı vəzifə yerinə yetirilir? Əziz müəllimlər, yadda saxlayın. Burada şagirdlər narahat idi, müəllim ayrı seçkilik edəcəkdi, amma müəllim ayrı seçkilik etmədi və obyektiv qiymətləndirmə apardı. İndi görək müəllim hansı etik davranışa əməl edib? Müəllim mədəni davranış, etik davranış qaydasına əməl edib. Burada müəllimlər qərəzsizlik, müəllim qərəzli olmadı, fərq qoymadı təhsil alanlar arasında. Ona görə qanunçuluq da səhvdir, vicdanlılıq da səhvdir. Bəli, bizim D variantımız doğrudur. Müəllim keyfiyyətli təhsil verdi, obyektiv şəkildə şagirdləri qiymətləndirdi və etik davranış, qərəzsizlik etik davranış qaydasına əməl etdi. Davam edirik növbəti sualla. Məktəbdə valideyn iclası keçirilir. İclas zamanı bir valideyn müəllimə qarşı haqsız və yüksək səslə ittihamlar ilə irəli sürür. Aysel müəllim vəziyyətə emosional yanaşmır, valideyni sakitcə dinləyir və iclasın gedişini pozmamaq üçün məsələni iclasdan sonra müzakirə etməyi təklif edir. İclasdan sonra müəllim və valideyn sakit şəkildə söhbət edərək problemi qarşılıqlı anlayışla həll edirlər. Situasiya ilə bağlı doğru fikir hansıdır? Müəllim qanunçuluq etik davranış prinsipinə əməl edib. Xeyr. Müəllim qərəzsizliyə əməl edib. Burada da qərəzli yanaşmaqdan söhbət getmir. Vicdanlılıq etik davranış qaydasına əməl edib. Bu ola bilər, amma sağlam həyat tərzi keçirtmək vəzifəsini yerinə yetirib. Bu da doğru deyil. Loyallıq etik davranış qaydasına əməl edib. Qabaqcıl pedaqoji təcrübədən yararlanmağın bu situasiyamıza aidiyyatı yoxdur. Bəli, müəllim mədəni davranış etik qaydasına əməl edib. Müəllim nəzakətli oldu, müəllim kobud sözlərdən istifadə etmədi, o da valideyni təhqir etmədi. Bu nə deməkdir? Müəllimin mədəni davranış etik qaydasına əməl etməsi və ziyalılıq nümunəsi göstərmək vəzifəsini yerinə yetirib. Belə dəyərli müəllimlər, deməli testimiz bitdi. Bir daha qeyd edirəm, videonu bəyənməyi və paylaşmağı unutmayın. Əziz müəllimlər, oktyabr qruplarına artıq qeydiyyat başa çatmaq üzrədir. Əgər siz bizim dərslərimizdən yararlanmaq istəyirsinizsə, mütləq ekranda gördüyünüz 055 527 25 99 nömrəsinə zəng edə bilərsiniz. Ödənişli dərslərlə bərabər ödənişsiz dərslərimizdən də yararlanmaq istəyən müəllimlər Gülnarə Mürsalova YouTube kanalına mütləq abunə olun, bildirişləri açıq saxlayın ki, yeniliklərdən xəbəriniz olsun. Sağ olun, görüşərik.